Məsələ burasındadır ki, nigah bağlanılmır. Nigah bağlanılmırsa, demək ki, ailədə uşaq sayı artımından da söhbət gedə bilməz. Üstəlik, artım zamanı 1 və ya 2 uşaqla kifayətlənir ailələr təbii olaraq. Bu da ölkədə doğulan uşaqların statistikasında təzahür eləyir. Ailələr ümumiyyətlə bir uşaqla kifayətlənməyin tərəfdarıdır. Bəzi hallarda nisbətən fərqli vəziyyətlərdə ikinci uşaq dünyaya gəlir. Səbəbləri fərqlidir. Kimi karyera baxımından, kimi təhsili baxımından, kimi maddi təminat baxımından, iqtisadi çətinlik baxımından, hərə bir səbəbdən uşaq sayı artımına isti baxmır. Amma ümumilikdə deyə bilərik ki, maddi, iqtisadi təsirlər daha çoxdur. Çünki uşaq sayına görə ümumiyyətlə uşaq pulu verilmir və uşaq sayına görə çoxuşaqlılıq müavinəti tətbiqi də 6 uşaqdan sonra mümkündür. Ona görə 6 uşağa çatana qədər heç kim uşaq sayı artırmaz ki, çoxuşaqlılıq müavinəti alsın. Çünki o saya çatana qədər özü təmin eləməlidir uşağının təminatını. Bu da real deyil. Günümüzdəki normal standart Azərbaycanlı ailəsində, orta statistik ailədə bu təminat mümkün deyil. Odur ki, 1 və ya 2 uşaqla kifayətlənir. Bu da təbii olaraq demoqrafik artıma öz təsirini göstərir. Gələcəkdə bununla bağlı ciddi problemlərin olması qaçınılmazdır. Təşviq lazımdır ailələrə doğum sayını artırmaq üçün. Demoqrafik vəziyyət kritik həddə çatmasın deyə mütləq qaydada təşviq lazımdır. Güzəştli kreditlər ayrılması, ipoteka təminatı, uşaq pulu məsələsi, çoxuşaqlılıq meyarının aşağı salınması məsələsi çıxış yolu ola bilər. Hansı müzakirə ediləcək, hansı daha məqbul sayılacaq, onu deyə bilmərəm. Amma bizim ümumilikdə təklifimiz odur ki, cəmiyyət olaraq uşaq pulu məsələsi gündəmə gəlsin və bu reallaşsın. Çünki 1 və 2 uşaq olan ailələrdə də təminat zəifdir ki, o 3-cü uşağı dünyaya gətirmir. Ona görə 1-ci və 2-ci mövcud uşaqlarına görə dövlət ona dəstək göstərsə, qayğı göstərsə, o 3-cü uşağı dünyaya gətirməyi fikirləşəcək. Çoxuşaqlılıq meyarını da ümumiyyətlə azaldıb 3 və 4 uşaq ətrafında cəmləşdirməyi təklif eləyirik biz. 6 uşaq real deyil. Günümüz Azərbaycanda 6 uşaq məsələsi əlçatan deyil heç kimdən ötürü. Amma 3 və ya 4 uşaqlı ailələrin çoxuşaqlı hesab edilməsi və xüsusi imtiyazlarının olması mümkündür ki, demoqrafik artıma öz töhfəsini versin.